Ölkənin hər yerində zəhmətkeş fermerlər min bir əziyyətlə əkib becərdikləri məhsulu ölkə bazarlarına çıxararaq yerli bazarlarda məhsul bolluğu yaratmağa çalışırlar. Belə fermerlərdən biri də Göyçaylı təcrübəli fermer Ərəstun Kərimovdur. Fermer 40 ilə yaxındır ki, kənd təsərrüfatının bir neçə istiqamətində fəaliyyət göstərərək xeyli uğurlara imza atıb. Belə ki, o əsasən intensiv bağların salınmasında, taxıl və yonca sahələrinin əkilməsində xeyli texnoloji yeniliklərə imza atıb. Onun 65 yaşı olmasına baxmayaraq, bu gün də əvvəlki kimi özünü gümrah hiss edir və torpaqsız yaşaya bilmərəm deyir. Fermer deyir ki, indiki gənclər kənd təsərrüfatı işlərində maraqlı deyirlər. Onlar daha çox şəhər həyatında yaşamağa və işləməyə daha çox üstünlük verirlər. Halbuki kənd təsərrüfatı sahəsində onlar üçün kifayət qədər iş var. Ərəstun bəy hər gün səhər tezdən əkib becərdiyi sahələrə baş çəkir və agrotexniki qulluq edir. Çəkilişimiz zamanı da əkib becərdikləri sahələr barədə bizə də geniş məlumat verdi. Bizim Göyçay torpağında əsas məşğul olduğumuz xurma, Naxçıvan göyçəsi, gilas, yonca və taxıl sahələri ilə məşğuluq. Belə ki, alça sahəsində yüksək nailiyyətlər əldə eləmişik. Daxili bazarda məhsulun qıtlığın aradan qaldırılması üçün zəmin şərait yaratmışıq. Artıq yonca sahəsində ikinci çalıma hazırlaşırıq. Belə ki, yüksək məhsul gözləyirkən yonca sahələrindən, bundan əlavə taxılçılıqda 20 hektar sahədə taxıl əkmişik. Həmin sahədə də bol məhsul yetişdirmək üçün gecə-gündüz çalışmışıq. Könül Kazımova, Aqil Əsədov bugün informasiya proqramı üçün.